Burayı eramızdan əvvəl 2026-cı ilin yanvarın 19-da Qarqarib Təzkən Masallıran Təzkən kəndidir. Qarqarib bura. Bu gün də ayın 26-sıdır. Deməli 800 gündür də. 800 gün. 800 gündə işıq yoxdur. Dirək yoxdur. Masallarında dirək yoxdur. Bu da Azərbaycanın inkişafı. Anavusuz inkişafı. Deyirlər dirək yoxdur. 800 gündür biz işıqsız qalmışıq. Dirək gətirib bastıran yoxdur. Mən də bir dənə bu taxta ağac budağından tapıb bura bastırmışam ki, deyirlər dirək yoxdur. Davanın düz olmayan yeri kimi Azərbaycanda da bir yer düzdür. Baxan yoxdur. Masallı lap xaraba gündədir. Heç kim də baxmır. 800 gündür cəhənnəmdə yaşayırıq. Bu da bizim tellər. 2024-cü ildə də beləncə qarqarlamışdı. Işıqlar sönmüşdü. Dirəklər, kəndin dirəklərindən dirəklər hamısı aşıb kəndin içinə kimi. Dirəklər hamısı yerdədir. Sonra da deyirlər ki, Avropa bizə paxıllıq eləyir. Nə bilim, bizə deyir, çox sürətlə inkişaf edirsiniz. Bu da inkişafın nəticəsi, göz qabağında. Dirək yoxdur, dirəklər də pulla satırlar cəmaata. Monteur çağırırsan, monteur pulla gəlir.